Herkese salam. Bugün sizlərlə birlikdə 8-ci sinif olimpiada suallarının izahı ilə tanış olacağıq. Vaxt itirmədən suallarımızın izahına başlayaq. Deməli, birinci sualda deyir ki, temperaturu 40 dərəcə olan 2 kiloqram kütləli suyu qaynama temperaturuna qədər qızdırmaq üçün minimum nə qədər istilik miqdarı vermək lazımdır. Baxın, bizə deyir ki, temperatur 40 dərəcədir. Bunu qaynadırıq. Qaynama temperaturumuz da bilirik ki, su normal atmosfer təzyiqində, normal şəraitdə 100 dərəcədə qaynayır. Deməli, mən bunun temperaturunu 40-dan 100-ə qədər artırmalıyam. Nə qədər istilik miqdarı vermək lazımdır? Verilən istilik miqdarı Q, Cm delta T ifadəsi ilə təyin olunur. Su üçün C-nin qiyməti yuxarıda bizə verib 4200 vurulsun 2 kiloqram vurulsun temperatur dəyişməsi 60 dərəcə. Bura bizə verəcək 504.000 joule. Onu da kilojoule ilə ifadə ilə deyirsə, deməli 504 kilojoule-a bərabər olacaq. Düzgün cavab olur B variantı. Sonra deyir ki, birinci məsələdə verilmiş suyu qızdırmaq üçün minimum nə qədər kerasin lazımdır. Kerasin bilirik ki, biz bir yanacaqdır. Ona görə də burada nə qədər kerasini daha doğrusu nə qədər kerasin lazımdır ki, biz bu suyu bayaqları aldığımız, yəni 504 kilojoule istilik miqdarı sərf edərək qızdıraq. Deməli, Q bərabərdir, kiçik Q vurulsun M ifadəsindən istifadə edəcəyik. Burada yanma istiliyindən. Çünki kerasin yanan zaman müəyyən qədər istilik miqdarı ayrılır. Buradan M-i tapsaq, deməli, böyük Q bölünsün kiçik Q. Böyük Q-ni bayaqlar tapdıq 504 vur 10 üstü 3, yəni 504.000 joule. Q-nun da qiymətini bizə verib 42 megajoule. Meganı da bilirik ki 10 üstü 6-dır. Buradan bundan bu ixtisar getsə, bizdə burada qalır 12. Bundan da bu ixtisar getsə, qalır 12 10 üstü mənfi 3 kiloqram. Bizdən də qramla soruşur, deməli 12 qram olacaq. 3-də deyir ki, temperaturu 10 dərəcə olan 50 qram suya temperaturu 70 dərəcə olan nə qədər su əlavə etmək lazımdır ki, qərarlaşmış temperatur 40 dərəcə olsun. Baxın, burada hər iki halda sudan istifadə olunur. Deməli, onda bunların xüsusi istilik tutumları bir-birinə bərabərdir. Qərarlaşmış temperatur teta bərabərdir. C1, M1, T1 üstə gəlinsin. C2, M2, T2 bölünsün. C1, M1 üstə gəl. C2, M2 olacaq. C-lər eynidir. Ona görə belə eləyək. Deməli, bizə qərarlaşmış temperaturu veribdir. 40 dərəcə. 40 bərabərdir. C-lər eynidir. Çıxardıram mötərizə xaricinə. M-in qiyməti birində 0.5. 500 qramı çevirdim 0.5 kiloqram. Dərəcəmiz 10 dərəcə. Üstə gəlinsin. İkincinin kütləsini axtarırıq. Vurulsun 70. Bölünsün. Burada da aşağıda C-ni çıxardıram mötərizə xaricinə. M1 0.5 üzərinə gəlinsin. Deməli, M. M2-dir bunlar. M2. C-lər ixtisar gedər. Bu şəkildə tapırıq ki, kütləmiz 500 qram olacaq. Düzgün cavab olur D variantı. Dördüncüdə deyir ki, avtomobil yolun yarısını 30 km/saat sürətlə hərəkət etmişdir. Avtomobil yolun ikinci yarısına hansı sürətlə hərəkət etməlidir ki, bütün yolda orta sürəti 40 km/saat olmuşdur. Baxın, burada deyir ki, birinci yarısını və ikinci yarısını, deməli, biz orta sürətin 2 bərabər yol üçün olan düsturundan istifadə edəcəyik. V orta bərabərdir 2V1, V2 bölünsün, V1 üstə gəlsin, V2 düsturundan. İndi mənə deyir ki, orta sürət 40 olsun. 40 bərabərdir, 2 vurulsun. Birinci hissədə 30-dur, V2-ni soruşur. Böl 30 üstə gəlinsin V2. Bax, bundan bu gedər, bundan da bu gedər. Qalar 60 üstə gəlinsin 2V2 bərabərdir. Deməli 3V2-yə V2 bərabər olur 60 km bölünsün saat. Deməli sürətimiz 60 km bölünsün saat olmalıdır. 5 deyir, metro sürəti 5 saniyə ərzində 72 km saatdan 55 km saata qədər azalır. Tormozlanma təcilinin modulunu tapın. Bu məsələni həll etmək üçün əvvəlcə kilometr saatdan metr böl saniyə keçmək lazımdır. Deməli, 72 kilometr bölünmüş saatımız eləyir 20 metr bölünsün saniyə. 15 kilometr bölünsün saatımız isə eləyir, daha doğrusu 54 kilometr bölünsün saatımız isə eləyir 15 metr bölünsün saniyə. Mənə deyir ki, təcili tap. Təcil A bərabərdir, V çıxılsın, V0 böl T'dir. Son sürətimiz 15, başlanğıc sürətimiz 20, bölünsün zaman da 5-dir. Eləyir -1.
Məndən modul soruşur. Modulda -1-dən də çıxır 1 olur 1 metr bölünsün saniyə kvadrat. Bax 6-da nə deyir? Deyir başlanğıcda aralarındakı məsafə 3 kilometr olan iki avtomobil 15 metr böl saniyə və 10 metr böl saniyə sürətlərlə eyni istiqamətdə bərabər sürətlə hərəkət eləyir. Nə qədər müddətdən sonra birinci avtomobil ikinciyə çatar? Bax fərz eləyək ki, birinci avtomobil buradadır. İkinci avtomobil isə ondan 3 kilometr qabaqdadır. Bax ikinci də buradadır. Aradakı bax bu məsafə nə qədərdir? 3 kilometrdir, düzdürmü? Mənə deyir ki, birinci 15 ilə gedir. İkinci də gedir 10-la. İndi nə qədər vaxtdan sonra birinci avtomobil ikinciyə çatar? İndi bax məntiqlə. Birinci avtomobilin ikinciyə çatması üçün bu 3 kilometri getməlidir. Bu nağddır. Yəni buradan bura qədər ki, o məsafəni qət eləməlidir ki, ən azından buralarda bir yerdə olsun. Axı hər iki avtomobil hərəkətdədir. Biri 15 ilə gedir, biri 10 ilə gedir. Bax bu ikinci dayansaydı, hərəkət etməsəydi, deyərdi ki, təkcə bu 3 kilometri gedərdi, gələrdi bura, bax buralarda bir yerdə olardı, çatardı 2-yə. Amma 2-nin özü də hərəkətdə olduğu üçün, verilmiş zaman müddətində bu da yol getdiyi üçün, yəni 10 metr böl saniyə sürətlə müəyyən zaman müddətində hərəkət eləyib, yol getdiyi üçün bu birinci həm bu 3 kilometri getməlidir, həm də ikincinin eyni zamanda getdiyi yol qədərlik bir yol qət eləməlidir ki, gəlsin ikinciyə çatsın. Bir sözlə, bunu necə yazacağam? Yazıram ki, V1 vurulsun T zamanında hərəkət eləyib də bərabərdir. Yəni birincinin getdiyi yol bərabərdir. 3 kilometr üstə gəlinsin ikincinin getdiyi yol. Yəni 10 vurulsun T. Bax belə. Yəni ya da 10 vurulsun T yazmayaq. V2 ilə yazaq. Yazaq ki, V2 vurulsun T. Tənliyim budur. İndi gətirib yerinə qoyuram. Birinci nədir? 15. 15 T bərabərdir. 3000, bunu da metrə çevirək. Üstə gəlinsin. İkincinin də sürəti 10-dur. 10 T. Bunu bura atıram. Bu eləyir 5 T bərabərdir 3000. T bərabərdir 600 saniyə. Məndən cavabı dəqiqə ilə soruşur. 600 saniyəni də dəqiqəyə çevirmək üçün bölməliyəm bunu 60-a, eləyəcək 10 dəqiqə. Deməli 10 dəqiqədən sonra birinci ikinciyə çatacaq. 7. Oturacağının radiusu 30 cm, hündürlüyü 2 metr olan mərmər sütun üfüqi müstəvidə oturacaq üzərində yerləşdirildikdə səthə göstərilən təzyiqi hesablayın. Mərmərin sıxlığı 2500-dür. Deməli fərz eləyək ki, belə bir silindr kimi formasında olan bir mərmər sütunumuz var. Bu mərmər sütununun radiusunu verib bizə, buranı 30 verib. Hündürlüyü bu hissəni verib bizə 2 metr. Və bizdən təzyiqi soruşur. Təzyiq P bərabərdir F bölünmüş S-dir. Burada cismin aşağıya doğru bir mg'si var. Onda bərk cisim olduğundan səthə perpendikular təsir göstərən qüvvə burada ağırlıqdır. Yazıram mg bölünsün S bərabərdir. Mg də, daha doğrusu kütləni də biz nə ilə əvəz eləyə bilərik? Kütləni əvəz eləməyimiz üçün bizə sıxlığı verib. Deməli yaza bilərəm ρ vur V vur J vur böl S. Silindrin həcmi V bərabərdir S vurulsun H ifadəsindən təyin olunur. Yəni oturacağının sahəsi vurulsun hündürlüyü. Olur ρ vurulsun S vurulsun H, J bölünsün S. S-lər ixtisar gedər. Qalar ρ, J, H. Gətirib yerinə qoysam 2500 vurulsun 10 vurulsun 2. Bu da eləyir 50.000 Pascal. Bu da eləyəcək 50 kilo Pascal. Olur Y variantı. 8-də bizə deyir ki, deməli spirtdəki çəkini P su, ρ su və ρ spirtlə ifadə edin. Deməli biz nə bilirik? Biz bilirik ki, cisimlərin sudakı çəkisi onların havadakı çəkisindən arximit qüvvəsi qədər daha azdır. İndi mənə veribdir P sunu. Ona mən yazıram nə? Yəni bu ifadəni yazırıq da sanki su üçün. Onda biz bunu davam etdirsək, bura yazıram P0 çıxılsın. F ağırlığın yerinə yazıram P0. Romayə bölünsün ρ cisim. Romayə olaraq da biz su qəbul etmişik də suyun içərisindədir. Yazıram bura su. Onda bu ifadə olur P0 vur 1 çıxılsın ρ su bölünsün ρ cisim. Eyni şeyi bu dəfə spirt üçün yazacağım. P spirt bərabərdir. Deməli P0 çıxılsın F arximit bərabərdir. P0 çıx P0 vurulsun. ρ spirt bölünsün ρ cisim. P0 çıxartsaq 1 çıxılsın. ρ spirt bölünsün ρ cisim olacaq. Məndən nə istəyir? Deyir ki,
P spirti P su, rho su və rho spirtlə ifadə eləyin. Ona gəlin belə eləyək. Biz bu yuxarıdan, bu yuxarıdakı ifadədən, burası sudur da, düzdür. Bu yuxarıdakı ifadədən gəlin P0'ı tapaq, sonra aşağıdakı ifadədə nəzərə alaq bunu. Yuxarıdan P0'ı tapsam, P0 bərabər olur P su bölünmüş, 1 çıxılsın, rho su bölünsün, rho cisim. Bunu da ortaq məxrəc kimi yazsam, rho cisim, burada da rho cisim çıxılsın, rho su, burada da P su. Deməli, P su tərsinə vurulur, rho cisim, bölünsün, rho cisim çıxılsın, rho su. Bax, bu aldığım ifadəni gətirəcəm və burada yerinə yazacağım. P spirt bərabərdir. P su vurulsun, rho cisim, bölünsün, rho cisim çıxılsın, rho su, vurulsun. Bu ifadəni də açsam, rho cisim çıxılsın, rho spirt. Rho cisimdən rho cisim gedər, yerdə qalar P su vurulsun, rho cisim çıxılsın, rho spirt, bölünsün, rho cisim çıxılsın, rho su. Bax, belə. Bu şəkildə düzgün cavabımız olur C variantı. 9-da deyir, X oxu boyunca düz xətlə hərəkət edən cismin koordinat zaman qrafiki aşağıdakı kimi olmuşdur. 8 saniyə müddətinə cismin yola görə orta sürətini tap. Yola görə orta sürət və orta bərabərdir cismin getdiyi ümumi yolun zamana nisbəti. Bu cisim koordinatı 6 olan nöqtədən 18 olan nöqtəyə gəlib, deməli 12 metr burada yol gedib. Sonra koordinatı 18 olan nöqtədən gəlib 0-a, deməli 18 metrdə burada yol gedib. Sonra koordinatı 0 olan nöqtədən -18 olan nöqtəyə gəlib. Bizə yol dediyi üçün mənfini nəzərə almayacağam. Yenə 18 metr yol getdiyini qəbul edəcəm. Onda cisim burada ümumilikdə 48 metr yol gedibdir. Onda 48-i böləcəm. Ümumi zaman müddəti də baxın 8-dən. Mənə deyir 8 saniyə. Bölürəm 8-ə, eləyir 6 metr bölünsün saniyə. Deyir, uzunluğu 10 cm olan elastik yay şaquli vəziyyətdə tavandan asılmışdır. Ondan 6 kg kütləli yük asdıqda yayın uzunluğu 20% artarsa, yayın sərtliyini tapın. Bax, uzunluğu, başlanğıc uzunluğu x1 mənə verib 10 cm. Sonra deyir ki, 6 kg kütləli cismi asandan sonra 20% artır. Gəlin bu artmanı, yəni x2-ni tapaq. x2 10 üstə gəlinsin, artım deyir də, əvvəlkinin 20% artır. 10 üstə gəlinsin, 10-un 20%. Bölünsün 100. Bura mənə nə verir? 12 cm. Deməli, əvvəl 10 imiş, sonra olur 12. Artım nə qədərdir? 2 cm. Bu da eləyir 2 vurulsun 10 üzəri -2. Məndən də nəyi soruşur? 6 kg kütləli cisimdir. Bax, şəkilə baxın. Belə bu formada m kiloqramlıq bir cisimdir. Aşağıya doğru bunun mg'si var. Əks istiqamətdə isə mg bunu aşağıda artır deyə bir k delta x qədər bir elastiklik yaranır. Onda yəni bunların tarazlıqda olması üçün k delta x bərabər olmalıdır nəyə? mg-yə. Buradan k-nı tapsam k bərabərdir. mg bölü delta x-dən 60 bölünsün. Delta x-imiz də 2 vurulsun -2-dir. Bundan bu ixtisar gedər. 30 vurulsun 10 üzəri müsbət 2. Yəni 3 kilo newton bölünsün metr olacaq. Düzgün cavab olur B variantı. 11-də. Deyir ki, sistem düz xətli bərabər sürətlə hərəkət eləyir. Sürtünmə əmsalını tapın. Gəlin bir burada baxaq. Deməli, burada aşağıya doğru M2-nin M2J qədərlik ağırlığı var. Bu ipdə də bir qüvvə yaranır. Həmin qüvvə sistemin tarazlıqda saxlamaq üçün M2J-yə bərabər olmalıdır. Digər tərəfdən bu blokun üzərindən keçən buradakı ilə eyni ip olduğu üçün buradakı qüvvə də M2J-yə bərabərdir. Bu ipdəki qüvvə də yenə M2J olacaq. Digər tərəfdən M1 ilə səth arasında burada F sürtünmə yaranır. Baxın, sistemin düz xətli bərabər sürətli hərəkət etməsi üçün, deyir cismin sabit sürətli hərəkət etməsi üçün, yəni V-nin konstant olması üçün bilirik ki, əvəzləyici qüvvə 0 olmalıdır. Əvəzləyici qüvvədə nə vaxt 0 olur? Burada cismə təsir göstərən qüvvələr bir-birini tarazlaşdırmalıdır, yəni eyni olmalıdır. Onda F sürtünmə bərabər olur M2J-yə. Digər tərəfdən F sürtünmə M1 ilə səth arasındadır. Onda yazaram μ M1J bərabərdir M2J-yə. J'lər getsə μ bərabər olur M2 bölək M1. M2-ni də M1-ə böləndə 1 bölünsün, deməli 4 eləyir 0,25. Cavab D.
12-də yer səthindən şaquli yuxarı atılmış cismin 10 metr hündürlükdəki kinetik enerjisi yerə nəzərən potensial enerjisindən 2 dəfə böyükdür. Cismin maksimal qalxma hündürlüyünü hesablayın. Deməli, 10 metr hündürlükdəki kinetik enerjisi potensial enerjisindən 2 dəfə böyükdür. Yazıram, Y kinetik bərabərdir 2Y potensial. Digər tərəfdən tam mexaniki enerji kinetik və potensial enerjilərin cəmidir. Onda bura bizə verir 3Y potensial. Tam enerji mgh maksimal bərabərdir 3mg'yə h-a. Mg'lər ixtisar gedər, h maksimal bərabər olar 3h-a, 3-ü vururam 10-a, eləyir 30 metr. D variantı. 13-də deyir ki, kütləsi M, tərəflərin uzunluğu A və B olan paralelipiped formalı bir cins cismə üfüqi istiqamətdə hansı minimal F qüvvəsi təsir göstərməlidir ki, O nöqtəsi ətrafında aşsın. Deməli, O nöqtəsi ətrafında aşsın deyirsə, burada O nöqtəsini dayaq nöqtəsi götürürük. Digər tərəfdən bu cismə mərkəzdən aşağıya doğru bir mg təsir göstərir təbii ki. Deməli, buradan belə çıxır ki, mg cismi sadəqrəb əksi istiqamətində, F isə burada sadəqrəb istiqamətində fırlatmağa çalışır. Deməli, burada biz elə eləməliyik ki, cisim O nöqtəsinin ətrafından aşsın və digər tərəfə keçsin də, belə deyək. Onu biz burada momentlər qaydasını tətbiq eləyə bilərik. Momentlər qaydası bizə nə deyir? Deyir ki, cismi sadə əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəmi sadə əqrəbin əksinə fırladan qüvvələrin momentləri cəminə bərabər olmalıdır. Qüvvə momenti M bərabərdir, bilirik ki, F vurulsun L-dir. Yəni, qüvvə və qüvvə qolunun hasilinə bərabərdir. Burada fikir verin. Qüvvə qolu F qüvvəsinə baxırıqsa, F-in qüvvə qolu dayaqdan qüvvənin özünə və yaxud da uzantısına qədər olan perpendikulyar məsafədir. Dayağın bura O nöqtəsidirsə, onda F-ə qədər ki, bu məsafə bax bura olur da, düzdür? Bu paralelipipedin bir B olan tərəfi. Digər tərəfdən MG-nin qüvvə qolu isə dayaqdan MG-yə qədər olan məsafə, yəni baxın buradır. Burada bizə A/2-ni verir də, gördüyümüz kimi. Çünki MG axı cismin mərkəzinə tətbiq olunur. Onda yaza bilərəm F vur B bərabərdir, MG vurulsun A/2. Məndən nəyi soruşur? F qüvvəsini soruşur. F bərabərdir, MG A bölünsün 2B. Bu şəkildə təyin edəcəksiniz. Demək, 14-də deyək ki, hər birinin kütləsi 10 kiloqram, tərəflərinin uzunluqları 10 sm, 20 sm olan paralelipiped formalı iki eyni cür bir cins cismi bir vəziyyətdən iki vəziyyətinə gətirmək üçün minimum nə qədər iş görülməlidir? Biz bilirik ki, görülən iş burada potensial enerji haqqında teorem əsasında yazılsa, mənfi delta Y potensialdır. Yəni, mənfi delta Y potensialdır nə deməkdir? Deyir ki, konservativ qüvvələrin gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. İndi gəlin biz birinci və ikinci hallarda potensial enerjini təyin edək. Burada potensial enerji baxın mərkəzdən aşağıya doğru bir A/2 qədər məsafənin olduğunu qəbul edirik. Burada da təbii ki, A/2 qədərlik məsafənin olduğu qəbul olunur. Çünki potensial enerji bilirik ki, hündürlükdən asılıdır, yəni yerdən olan məsafədən asılıdır. Niyə görə mərkəzdən olan məsafəni götürdük? Çünki potensial enerjinin təyin olunmasında hündürlük dedikdə kütlə mərkəzindən olan hündürlük nəzərdə tutulur. Yəni kütlə mərkəzindən yerə qədər ki, hündürlük nəzərdə tutulur. Onda mən birinci şey üçün, bu üçün tapsam, deməli, Y bərabər olur MGH-dan, M-imiz 10-dur, 10 vurulsun A/2, yəni 5, vur 10 üzəri -2, vurulsun 10. Bundan bu ixtisar gedər. Deməli, bura bizə verər 5. Eyni şəkildə bununki də 5-dirsə, 5 oldusa, onda bura ümumilikdə bizə verəcək 10 oldu. Deməli, Y1-i tapdıq. İndi eyni qayda ilə digərini təyin edirik. Digərini təyin etdikdə, baxın, birinci altdakı kuba baxsam, mərkəzdən aşağıya qədər ki, məsafəni B/2 kimi qəbul edirəm. Onda aşağıdakının enerjisi Y1 bərabərdir. Yəni, bundan söhbət gedir də. MGH-dan 10 vurulsun 10, vurulsun B nə qədər idi? B-miz 20 idi, düzdür? 20 cm. Onda yarısı olur 10, vurulsun 10 üzəri -2. Bu 10 üzəri -2 ilə bu gedir, bura qalır 10 olur. Yuxarıdakını tapsam eyni qayda ilə, yuxarıdakını həll eləsəm, yəni yuxarıdakı paralelipiped üçün tapsam, onun yerdən olan məsafəsini də bunun kütlə mərkəzindən yerə qədər olan məsafə qəbul edəcəm. Baxın, buradan bura qədər ki, məsafə qəbul edəcəm. Onda bura olur A/2, burada olur B. Yəni, B ilə A/2-nin cəmi. B-miz 20-dir, A/2-miz də eləyir nə qədər? 5. Deməli, ümumi yerə qədər olan məsafəmiz olacaq 25 cm. Onda Y2 bərabərdir. 10 vurulsun 10,
vurulsun 25 vurulsun 10 üstü mənfi 2. Bax, bura deyir 25 joule. Deməli, bura 10 joule idi. Bu isə elədi 25 joule. Deməli, ümumilikdə buranın qiyməti oldu 35 joule. Onda mən görülən işi tapsam, Y delta Y potensial, mənfi delta Y potensial, yəni Y1 çıx Y2. Bura bizə verəcək, deməli, 35 çıxılsın 10, eləyəcək nə qədər? 25 joule. Cavab eləyir D variantı. 15-də deyir ki, yerin səthində sərbəstləşmə təcili J, Y-yə bərabərdir. Orta sıxlıq yerin orta sıxlığından x dəfə, radiusu isə yerin radiusundan y dəfə böyük olan bir planetin səthindəki sərbəstləşmə təcili J, Y, x və y ilə ifadə edin. Deməli, yerdəkini mənə J, Y verib, yəni J, M bölünsün R-in kvadratı. İndi deyir ki, sıxlıq deyirsə, onda mən bunu yazaram. Rho V bölünsün R-in kvadratı. J vurulsun rho. Yer kürəsi kürə şəkillidir. Kürə şəkilli də olduğu üçün həcmi var. Onda həcmin yerinə kürənin həcm düsturu 3/4 pi R kubu bölünsün R kvadrat yazacağım. Bu R kvadratla bunlar gedər. Bizdə alınır 3/4 pi rho J R. Bax, bu bizə verir nəyi? J, Y-ni. İndi mənə deyir ki, sıxlığı, orta sıxlığı x dəfə böyük olsun yerinkindən. Radius isə y dəfə böyük olsun. Onda sıxlığı və radiusu böyükdürsə, deməli J planet, başqa deməli planetdən söhbət gedir. J planet bərabərdir. J deməli 3/4 pi rho-su x dəfə böyük olsun. Yəni rho vurulsun x, vur J, R isə y dəfə böyük olsun. R vurulsun y. Deməli, bu bizə verəcək nə? 3/4 pi rho J R bizə verirdi J y. Onda ifadəmiz olur J y vurulsun x vurulsun y şəklində. Olur, cavabımız A variantı. 16-da deyir ki, şəkildə verilmiş sistemdə blokların kütləsi nəzərə alınmır və sürtünməsiz hərəkət edə bilirlər. Sapın ucuna 6 Newton qüvvə tətbiq edildikdə 1 kiloqram kütləli cisim hansı təcillə hərəkət edər? Baxın, burada ipin ucuna F qədərlik qüvvə təsir göstərir. Onda eyni ip olduğu üçün bütün bu hissələrdə cismə, bax, burada F-dir, ipdəki qüvvə burada da F-dir. Onda aşağıda 2F olacaq. Sürtünməni və blokun çəkisini nəzərə almır. Eyni zamanda bunun aşağıya doğru bir MJ-si var. İndi mənə deyir ki, demək, 1 kiloqram kütləli cisim hansı təcillə hərəkət edər? Burada yuxarıya doğru 12 Newton var. Aşağıya doğru da 10 Newton var. Deməli, biz ipi aşağı çəkdikdə nə olacaq? Sistem yuxarıya doğru hərəkət etməyə başlayacaq. Onda hansı təcillə hərəkət edər deyir. Deməli, F əvəzləyici bərabərdir MA-dırsa, A bərabərdir. Əvəzləyici burada nə qədər olur? Yuxarıya 12 Newton, aşağıya 10 Newton. Deməli, 2 Newton əvəzləyicidir. Kütləmiz də 1-dir. 2 bölünsün 1-dən eləyəcək 2 metr bölünsün saniyənin kvadratı. Olur A variantı. 17-də deyir ki, silindrik ölçü qabı sıxlıqları ρ1 və ρ2 olan və bir-birlərinə qarışmayan iki maye ilə doldurulub, maye sütununun ümumi hündürlüyü h-dırsa, A nöqtəsindəki hidrostatik təzyiqi tapın. Hidrostatik təzyiq biz bilirik ki, P bərabərdir, ρ-JH ifadəsi ilə təyin olunur. Bizdə ρ-lar var, amma h-ı bilmirik. H-ı da təyin eləmək üçün bizə burada bölgü veribdir. Bu silindrik qab bölgülü qabdır, deməli. Onda fikir verin, bu H hündürlüyü deməli, gəlin görək neçə dənə bərabər hissəyə bölünə bilər. Baxın, 1, 2, 3, 4, 5, 6. Deməli, bu 6 bərabər hissəyə bölünür. Onda hər bir hissənin hündürlüyü H bölünsün 6-ya bərabər olacaq, düz deyilmi? Onda gəlin belə eləyək. Bu ρ2 sıxlıqlı mayenin səthinə qədər ki, məsafəni tapaq. Yəni, A nöqtəsindən ora qədər ki, məsafəni tapaq. Bunu bildiksə, buranı silək. Deməli, 1, 2, 3. 3 dənə bölgüdür. Onda H2 bərabər olur. H böl 6 vurulsun 3. Yəni, H bölünsün 2. Eyni şəkildə, eyni qayda ilə ρ1-in deməli, hündürlüyünü tapaq. ρ1 də baxın, 1, 2. Mayenin səthinə qədər. Yəni, 2 dənə hissədir. H1 bərabərdir. H böl 6 vurulsun 2. Yəni, H bölünsün 3. Deməli, hidrostatik təzyiq P bərabər idi ρ-JH. Onda yazıram ρ1 JH1 üstə gəlinsin ρ2 JH2 bərabərdir. ρ1 vurulsun J vurulsun H1
h bölü 3'dür. Üstə gəlsin rho 2j, h2'miz də h bölünsün, deməli 2'dir. Olur rho j h bölü 3 üstə gəlsin rho 2j h bölü 2, yəni A variantı. Bu məsələmizdə deyir ki, deməli tirin özünün kütləsi 20 kiloqramdır, bir cins tildir. Onda deməli bunun elə kütlə mərkəzi ağırlıq mərkəzindən üstə düşür. Burada bunun bir 200 newtonluq ağırlığı var. Digər tərəfdən kütləsi 30 kiloqramdırsa aşağıya doğru bunun 300 newtonluq ağırlığı var. Uzunluq 1 metrdir. Kütlə mərkəzi tən ortada yerləşdiyi üçün buradan bura qədərki məsafə 0,5 metr olur. Buradan bura qədərki məsafə də 0,5 olur. Onda baxın bu kiçik məsafə nə qədərdir? Ümumi 0,5, bura x-dirsə 0,5 çıxaq x olur. Onda momentlər qaydasına görə 200 vurulsun 0,5 çıxılsın x bərabərdir 300 vurulsun x-ə. Yəni x 300-ün qüvvə qoludur. 0,5 çıxılsın x isə 200-ün qüvvə qoludur. Onda bu 200 ilə bu gedər ixtisar. Onda qalar burada 1 çıxılsın 2x bərabərdir 3x-ə. 5x bərabərdir 1-ə. X də bərabərdir 1 bölü 5, yəni 0,2 metr. Bu da eləyir, santimetrdən soruşur deyə 20 santimetr. 19-da deyir, sıxlığı 600 və 100 olan, 1000 olan bir-birinə qarışmayan mayələrin səthində üzən cismin həcminin 25% böyük sıxlıqlı mayenin daxilindədirsə, cismin sıxlığını təyin edin. Baxın, bu şəkli gəlin çəkək. Elə bil ki, burada 2 dənə maye var. Biri 1000'dir, bura rho 2'dir. Çünki sıxlığı çox olan aşağıda olur da. Digəri isə burada rho 1'dir. Bu cismin də belə bu şəkildə sərhəddə dayandığı məlumdur. Onda bunun aşağıya doğru mg'si var. Bir tərəfdən ikinci mayenin F Arximedi var, F Arximedi 2. Bir də birinci mayenin F Arximedi var, F Arximed 1. Və üzürsə, deməli burada bu qüvvələr bir-birlərini tarazlaşdırırlar. Onda yazıram ki, F Arximed 1 üstə gəl F Arximed 2 bərabərdir mg'yə. F Arximedin yerinə yazıram rho 1, demək birinci üçün yazıram da rho 1 V batan vur J üstə gəlinsin. Rho 2 V batan 1, burada olsun V batan 2J bərabərdir. M V cisim, M'in daha doğrusu yerinə yazıram rho cisim V cisim. Deməli, rho cisim V cisim J. İndi mənə deyir ki, həcminin 25% böyük sıxlıqlı, yəni rho 2-dədir. Onda digərinə qalır 75%. Yazıram 0,75 V cisim vur 600 vur J üstə gəlinsin. Rho 2 nə qədərdir? 1000. 1000 vurulsun. 0,25 V cisim vur J bərabərdir. Rho cisim V cisim J. Burada J'lər ixtisar gedər. Bura bizə verər, deməli, dəqiqə buranı silək. Deməli, V cisimlərdə ixtisar getsə, rho cisim bərabər olur 700 deməli, kiloqram bölünsün metrin kubuna. Bizdən də elə soruşduğu buydu. 21-ci bir normal atmosfer təzyiqində X termometr şkalasına görə suyun donma və qaynama temperaturları 20 və 160 dərəcədir. Havanın temperaturu 25 dərəcə olduqda X termometrinin göstərişi nə qədərdir? Biz bilirik ki, normal Selsi şkalasında suyun donma temperaturu 0, qaynama temperaturu isə 100 dərəcə Selsidir. X-də isə bunu bizə verib 20 dərəcə və 160 dərəcə. Fikir verin, burada aradakı fərq 100 dərəcədir. Burada isə aradakı fərq 140-dır. Onda mən belə eləyirəm. 25 bölünsün 100 bərabərdir. X çıxılsın 20 bölünsün 140. Yəni mənə verməyib 25 dərəcəyə uyğun gələni. Burada X-dir də mənə uyğun gələn. Burada 25 olsun. Bundan bir ixtisar gedir 4-də 1. 4x çıxılsın 80 bərabərdir 140. X bərabər 220 bölünsün 4 eləyir 55 dərəcə. Deməli, X termometrində 25 dərəcəyə uyğun gələn qiymət 55 dərəcə imiş. Bizə deyir, şaquli yuxarı hərəkət edən liftin sürətinin zamandan asılı qrafiki verilib. 90 kiloqram kütləli, deməli, adamın liftin döşəməsinə göstərdiyi minimal təzyiq qüvvəsini tapın. Bax, birinci hissədə deyir ki, yuxarı hərəkət edir. Birinci hissədə cisim yuxarıya doğru yeyinləşən hərəkət edir. Onda təzyiq qüvvəsi F təzyiq bərabərdir M J plus A olur. İkinci hissədə düz xətli bərabər sürətlə hərəkət edir. Onda F təzyiq elə bərabər olur MJ-nin özünə.
aşağıya doğru isə yavaşyan hərəkət edir. Yəni yuxarıya doğru yavaşyan. Onda F təzyiq bərabər olur mj minus A-ya. Burada A-nı tapsaq, A bərabərdir V çıx V0 böl T-dən. Birinci hissədən elə tapsaq, 3 çıxılsın 0 bölünsün 2, yəni 0-dan 2-yə qədərdir də. Bura eləyir 1.5 metr bölünsün saniyənin kvadratı. Minimal demir. Baxıram ki, minimal bu üçüncü hissədədir. Onda F təzyiq bərabərdir. mj minus A bərabərdir. 90 vurulsun, 10 çıxılsın 1.5. O da bərabərdir. Deməli, 90 vurulsun, 8,5. Bu da bizə verir 765 Newton. Olur A variantı. 23-də deyir ki, radiusu 6 sm olan çevrə üzrə yerləşən A və B nöqtələri arasındakı yolu bərabər sürətlə hərəkət edərək 0,1 saniyə müddətində qət etmişdir. Cismin fırlanma tezliyini tapın. Fırlanma tezliyi n-dir, n bərabər sual. Baxın, bu A-dan B-yə gələndə 45 dərəcə dönür. Deməli, A-dan B-yə 45 dərəcəni 0,1 saniyə dönürsə, bu cisim A-dan fırlanıb yenidən A-ya qayıtmaq üçün bir T qədərlik, yəni period qədər zaman sərf eləməlidir. A-dan çıxıb yenidən A-ya qaydanda isə 360 dərəcə, yəni çevrənin dərəcəsi qədər dönür də. Onda deyə bilərik ki, 45 dərəcəni 0,1 saniyəyə dönürsə, 360 dərəcəni dönür x saniyə. Onda x-i buradan tapsam, 360 vurulsun 0,1 böl 45. 9-a ixtisar getsə bura qalır, deməli 40 aşağıda qalır 5. Eləyir 0,8 saniyə. Deməli, bizim period 0,8-dir. T bərabər 0,8. N də bilirik ki, periodun tərs qiymətidir. 1 böl T-də. Onda 1 bölünsün 0,8. Bu da bizə verir 1,25 deməli hertz. Deməli, şaquli yuxarı atılmış cismin başlanğıc sürəti n dəfə artarsa, onun maksimal qalxma yüksəkliyi necə dəfə artar? H maksimal bərabərdir. Şaquli yuxarı atılanda V0 kvadrat böl 2J-dir də. Yəni, mənə deyir ki, başlanğıc sürəti n dəfə artırıram. Başlanğıc sürət, yəni V0 n dəfə artanda olur nV0. Onda gətirib nV0-ı qoyuram bura, olur nV0-ın kvadratı böl 2J. Olur nə qədər? N kvadratı V0 kvadratı bölünsün 2J. V0 kvadratı böl 2J ilə H maksimaldır. Onda deməli N kvadrat dəfə H maksimal artıb. Olur C variantı. 25-də deyir ki, oyuncaq tapançanın 5 qram kütləli mərmisi sıxılmış yayın təsiri ilə hərəkətə gəlir. Yay 5 sm sıxıldıqda mərminin çıxış sürəti 5 metr böl saniyə olarsa yayın sərtliyini tapın. Bax, elə bil ki, burada bir sıxılmış yaydır, ucunda da mərmidir. Bu mərmi müəyyən qədərlik bir sürət alır, düzdürmü? Nəyin hesabına alır? Buradakı bu sürət sıxılmış yayın potensial enerjisi hesabındadır. Yəni, sıxılmış yay buraxıldıqda onun potensial enerjisi mərminin kinetik enerjisinə çevrilir. Ona görə yazıram K x kvadratı böl 2 bərabərdir mv kvadratı bölünsün 2. Bunlar ixtisar getsə, məndən K-nı soruşur. K bərabərdir mv kvadratı böl, deməli, x-in kvadratı. Bu 5 santimetrdir, yəni 5 vurulsun 10 üzəri mənfi 2-dir. 10 üzəri mənfi 2. Bu nədir? 5 qramdır. Bu da 5 vurulsun 10 üzəri mənfi 3-dür. Ona yazıram 5 vurulsun 10 üstü mənfi 3 vurulsun. V-miz 5 deyil, 5-in kvadratı 25 bölünsün. Bu da 5-dir, 5-in kvadratı 25, 10 üstü mənfi 4. Bundan bu gedər, qalar 5 vur 10, yəni 50 Newton bölünsün metr. Olur Y variantı.